Röya Azərbaycan nəşriyyatındadır. İş prosesi necə həyata keçirilir, necə dərc olunur, nəşr olunur, qəzetlər, kitablar bu barədə bizə məlumat verəcək. Röya, sabahın xeyir olsun. Eşidirik səni. Salam, sabahınız xeyir. Bəli, biz Azərbaycan nəşriyyatının binasındayıq. Əkinçi qəzeti ilə əsası qoyulan milli mətbuat ənənələri bugün də ölkəmizdə davam etdirilir. Hazırda burada qəzetlərin çap prosesi həyata keçirilir. Nəşrlər oxuculara göndərilmək üçün hazırlanır. Bizə isə bu haqda ətraflı məlumatı Azərbaycan nəşriyyatının baş direktoru Leyla Güləliyeva danışacaq. Buyurun Leyla xanım. Salam. Azərbaycan nəşriyyatı artıq 100 ildən çoxdur ki, bu sahədə öz fəaliyyətini davam etdirir və baxmayaraq ki, çap mətbuatın həcmi azalıb, Azərbaycan nəşriyyatı qəzetçilik ənənələrini davam edir və onlara sadiq qalır. Azərbaycan nəşriyyatına gündəlik redaksiyalardan hazır fayllar gəlir və o faylları montaj otağında formalara edirlər və sonra isə çap prosesi davam edir. Çap prosesi başlayanda ilkin vərəqlər yoxlanılır, onların rəngi və keyfiyyətinə nəzarət olunur. Hər şey qaydasında olduğundan sonra çap prosesi davam edir. Bəs Leyla xanım, ümumilikdə Azərbaycan nəşriyyatında nə qədər qəzet nəşr olunur? Ümumilikdə Azərbaycan nəşriyyatı 31 adda qəzet çap eləyir. Onların 3-ü gündəlik qəzetlərdir, bəziləri həftəlik, bəziləri aylıq qəzetlərdir. Ətraflı məlumata görə çox sağ olun. Bəli, biz də Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü münasibətilə bütün media nümayəndələrini təbrik edirik. Bizim isə hazırda çatdıracaqlarımız bu qədər. Sözü studiyaya ötürürük. Təşəkkür edirik Röya.